Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Rəqsanə İsmailova sosyal medya hesabında yeni videosuyla diqqət çəkib. O, bəzi müğənnilərin əməliyyatla bir kamaz yük daşıdıqlarını qeyd edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Ha. Yaptı. Değil mi? Işığı yanır axı. Hə, əcəb sandala söz ola bilməz. Tamı bir tamdı, bir tamdı. Bəh, bəh. Çolpa da köz sözünü deyir də. Çox ayaladı. Gözəl çıxıb, tuzunu da az vurmuşdum. Saat neçədə orada? Amador. Onun yarısıdır. Rəqsanə xanım, ən yaxşı işçiniz kimdir? İşçim? Ya. Heç biri. Heç biri. Mənim mədəm ağrıyıb, çox yeyə bilmirəm. O çaydan bir bu qırtım içim az. Bunu belə isti-isti tez mənim ərimə verin. Deyim bunu yesin. Tez. Ala. Hə, bir məndən danışın, bir özünüzdən danışın. Hamınız budur bax. Bu boyda. Allah evinizi tikdirsin. Kamaz boyda şey qoydurursunuz, sağlığınıza yeriyə də bilmirsiniz. Toya da gəlirlər. Ay toba, toyda belədirlər, bax belə. Toya gəlirlər belədirlər, bax. Deməli, bu durur burada, belə. Bu qabaqdadır. Qapıya birinci o girir, hə? Təsvir. Birinci o girir sadəcə. Bir köməkçilər belədir, gəlir, bu belə içəri girir. Bu da beləcədir, bax belə, bax belə. Mən deyim, o qədər balacadır ki, göstərəm də. Bu gəlir, girir içəri. Ay, bu yazıq toyda olan kişilərin gözü nə tər çönüm. Elə bir toyda bir tərəfdə belli, bax. İşte o, gözdə birbaşa bequm dala. Hamının evində dava düşür. Bədbəxt otura bilmirlər, belə qalır. Təsəvvür eləyin, ha. Bax, bunları eləyən, o savadsız şeylərdir. Nədə onadır? Həkimlər, cərrahlardır. Cəmatın evi niyə hamı bir-birini oxşadırsınız? Qoy, biraz az qoy da, belə dıngılı-mıngılı. Bu boyda qoyanda nə olur ki? Onlar nə tər tualetə da gedirlər, mən başım çıxır. Tövbə, vallah olanı deyirəm. 2000 nəfər olduq. Burana and olsun. Bir abırsun. Gör, gör. Gör bu mövzu nə qədər insanların xoşuna gəlir, ha. Sıralı bizim 500 nəfərimiz artsın. Sən fikir ver, ha. Gör bu mövzu nə qədər insanlara xoş. Çünki insanlar beziblər. Bax, xarici ölkələrə baxın, görür. Türk müğənnilərə baxın, görün, heç onlarda elə şey var. Ay tövbə yoxdur. Düşəcək başıma. Bir də tədə bir şey var. Hamısı buralarını, nə deyirlər, sümük çıxartdı deyirlər, qaburqa kəsdirdi deyirlər, nə deyirlər. Buranı hamısı çıxardırlar. Buranı eləyirlər bu boyda, təsəvvür edin. Bununla bu gözə girməlidir. Bu boyda. Yeriyə də bilmirlər, yabırçılıq. Ay, nə məcburdur, nə günə qoşdun. Nə olub, nə olub? Mənim yadıma gəlir ki, bir ara dəbə ürəyə də pomidor da yeyə bilmirəm. Mən tortaya şirniyyat yeyə bilmirəm, açıq, az yeyirəm. Zarafası saçlarım, mənim uşaqlar çox pis vəziyyətə qalır saçlarım, həddindən artıq pis vəziyyətdədir. Qaynaqlar başımı keçər elədi. Ucu gör neçə ildir, mən 25 ilə çoxdur qaynaq məni ilk gününə qoydu. Yaxşı deyil, saçlarım pis günə qalır. Arıq silcim kimi dıngıla tüklərim var. Qırxacam başımı. Hələ qırxmamışam. Bir də görü canlıyam da lezvanı aldım, bütün başımı qırxdım. Qırxacam başımı. Çünki konsertimin birində qırxmışdım. Yadınıza gəlir, Yaşıl Teatrda buram Rihana'ya oxşuyurdum. Rihana'nın bacısına qırxmışdım. Niyə dediniz ki, an olmaq istəyirsiniz? Hardan gəldi ki ağzınıza? Mən bir sual verim, sualıma cavab verin. Deyin, görün. Şoubinizdə hansı müğənni biznesini satıb, sənətə gəlib, sənəti də batdı, biznes də batdı. Kimdir o? Bilənə nə desəm verəcəm. Zahir sazla çıxır, mən isə şeylə çıxacam, udla çıxacam. Deyin görək kimdir? Yeməğimiz qəşəng pişdi, hazır oldu.